mənzilinin sənədi olmayanlar üçün vacib xəbərimiz var. Nazirlər Kabineti daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydalarını təsdiq edib. Yeni qaydalara görə təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq katastrına uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yer quruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılmalıdır. Yəni, vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa, o zaman dəqiqləşdirmə işini dövlət qurumu həyata keçirməlidir. Xəbərkarlarda dövlət qurumu vətəndaşın müraciətində olan məlumatla özünün məlumatları uyğun gəlmədikdə təbii ki, qeydiyyata alınmaqdan imtina edirdi. Amma yeni qaydalara əsasən 15 iş gündən çox olmama şərti ilə dövlət qurumu həm məlumatları dəqiqləşdirməlidir və dəqiqləşdirdikdən sonra əgər həmin əmlakın qeydiyyata alınması mümkünsə, həmin əmlakın qeydiyyata alınması ilə bağlı qərar verməlidir. Bu zaman təbii ki, həm torpaq, həm də daşınmaz əmlakın qeydiyyata alınmasından gedir. O baxımdan yeni qaydalar daşınmaz əmlakın qeydiyyata alınması sahəsində proseduraların sadələşdirilməsinə, sənədsiz evlərin qeydiyyatı prosesinin sürətlənməsinə və vətəndaşlarımızın mülkiyyət hüquqlarının daha yaxından qorunmasına, tanınmasına imkan verəcək.